Belə bir gözəl mənzərəsi olan 3 otaqlı, yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzil. Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, 77 nömrəli avtobusun son dayanacağına yaxın Albalı Uşaq bağçasının yanında yeni tikili 17 mərtəbəli binanın 5-ci mərtəbəsindəyik. Burada qanuni 3 otaq, 135 kvadrat ölçülü bir mənzil. Videonu çəkmişdim, mənzilin otaqlarına daxil ola bilməmişdim. İndi isə rahatlıqla daxil olmaq mümkündür, çünki mənzil tam yekun şəkildə təhvil vermişdir. Giriş qapımız, burada mənzilin çamaşırxana hissəsi, sanitar qovşağı, mətbəxi, digər hissədə 2 yataq otağı, burada isə mənzilin möhtəşəm bir qonaq otağı yerləşir. Dəyərli izləyicilərimiz, baxın, belə bir gözəl qonaq otağı yerləşir və qonaq otağı boyunca geniş bir eyvan hissə mövcuddur. Qonaq otağının genişliyini görürsünüz, dörd-bucaq şəklindədir, yəni kvadrat şəklindədir, genişlik işıqlıdır. Qazlı suyu işığı daimdir, sənəd kupçadır, dövlət ipotekasına tam yararlı bir mənzildir. Gün düşəndir, qarşısı açıq, qarşısında heç bir maneə kəsmir. Burada mənzilimizin bir yataq otağı yerləşir, baxış istiqaməti dəniz və kənar dairəvi yol istiqamətindədir. Baxın, belə bir gözəl yataq otağı mövcuddur. Bütün otaqların girişi dəhliz, koridor hissədəndir. Dəhliz, mətbəx və sanitar qovşaqları qranit mərmər və istifolla təchiz olunub. Burada mənzilimizin ikinci yataq otağı və bu yataq otağından eyvana çıxış hissəsi mövcuddur. Bir dənə mənzərəsinə baxın, dəyərli izləyicilərimiz. Mətbəxdən göstərərəm. Baxın, belə bir gözəl yataq otağı var. Qazlı su işığı daimdir. Qeyd etdiyim kimi sənəd kupçadır. Dövlət ipotekasına yararlıdır. Burada isə mənzilin geniş mətbəxi, döşəmə qranit mərmər və istifolla təchiz olunub. Eyvan hissəyə çıxa bilsəm, çıxacam. Baxın. Gözəl bir mənzərəsi var. Bilirsiniz ki, qarşısını heç bir maneə kəsmir. Gələcəkdə də heç bir maneə kəsməyəcək. Xocasən gölü, baxın bu mənzərəni görürsünüz. Dəniz də görünür hətta. Sədərək istiqamətli kənar dairəvi yoldur. Qarşısı açıq, gün düşən bir mənzil, dəyərli izləyicilərimiz. İndi isə keçək mənzillə yaxından tanış olaq. Digər hissələrdən və qiymətlə sizlərə qeyd edəcəm. Bütün otaqların girişi dəhliz hissədəndir. 17 mərtəbəlidir bina. 5-ci mərtəbədə yerləşir. Kupçalıdır, 2 sürətli lift, yeraltı dayanacaq, geniş həyət. Burada mənzilin sanitar qovşağı yerləşir. Lazım olan aksesuarların müəyyən hissəsi də yerləşdirilib. Burada aboy yoxdur. Baxın, gördüyünüz kimi. Orada isə qayırıb çıxarılmış solaqdan. Ona görə oraya aboy vurulmayıb. Burada isə çamaşırxana hissəsidir. Baxın, bu şəkildə. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, 77 nömrəli marşrutun son dayanacağına